OTK sınaq imtahanı salmış sual izahıyla davam edirəm. YouTube, Instagram və TikTok hesablarımı takip edib videoları bəyənməyi unutmayın. Məsələdə deyilir ki, A üstəgəl B bölü açıq B-ni tap və bizə belə bir şərt verib. Gəlin bu şərti sadələşdirək. Əvvəlcə yazacağım 1. A kvadrat üstəgəl B kvadrat bərabər 6AB-ni belə parçalayaq. 2AB üstəgəl 4AB formasında. Sonra 2AB-ni keçirdək bərabərliyin sol tərəfinə. Və burada biz alacağıq müxtəsər vurma düsturunu. A çıx B-nin mötərizə kvadratı bərabərdir 4AB. Hər tərəfdən də kök ala bilərəm. A çıx B olacaq. Kök altında 4AB. Bu formada qalsın. Və məxrəci tapdıq. İndi gedək surəti həll eləyək. İkinci, A kvadrat üstəgəl B kvadrat bərabər 6AB-ni bu formada parçalaya bilərik. Mənfi 2AB üstəgəl 8AB. Daha sonra A kvadrat üstəgəl 2AB üstəgəl B kvadrat bərabərdir 8AB formasında yazaq. A üstəgəl B-nin mötərizə kvadratı bərabərdir 8AB. Hər tərəfdən də kök alsam A üstəgəl B bərabər olacaq. Kök altında 8AB. Deməli, bizə verilib, baxın, biz daha doğrusu tapdıq bunu və bunu. Aparaq indi yerinə qoyaq. Kök altında 8AB-ni kök altında 4AB-yə bölürük. Kök altında 8AB-ni kök altında 4AB-yə bölürük. AB-lər getdi. Kökdə 8-i kökdə 4-ə böləndə düzgün cavab kökdə 2